Salam dəyərli valideynlər və şagirdlər. Biz bu günlərim telefon vasitəsilə şəxsi rəqəmsal platformamıza daxil olmağı öyrənəcəyik. Bunun üçün ilk növbədə telefonumuzda internetə çıxışı olan istənilən bir brauzeri açırıq. Mən təklif edirəm ki, Google Chrome-dan istifadə edək, çünki Google Chrome daha məşhurdur və hər kəsin telefonunda var. Əsas menyuya daxil oluruq və Google Chrome-u tapırıq. Belə bir pəncərə açılır. Bu pəncərədə axtarış listəsində Mars alqoritmik az yazırıq. Mən bir neçə dəfə daxil olmuşam deyə avtomatik çıxır, amma siz yenə də özünüz yazacaqsınız. Mars alqoritmik az. Yazdıqdan sonra belə bir pəncərə açılır və burada bir neçə saytlar var. Bu saytlar içərisində Learn alqoritmik az olanını seçirik. Bəzən valideynlər alqoritmik orqa daxil olur və bu daxil olmaqda bəzi problemlər yaradır. Ya şifrəni səhv verir, ya kodu səhv verir, yanlış göstərir və daxil ola bilmir valideynlər. Buna görə məsləhətim odur ki, həmişə alqoritmik aza daxil olasınız. Alqoritmik azı seçirik. Sonra belə bir pəncərə açılır. Bu pəncərədə ad və şifrəmizi yazaraq şəxsi kabinetimizə daxil olacaq. Ancaq şəxsi kabinetə daxil olmadan öncə onu qeyd edeyim ki, telefon rejimində ekranda işləmək çətin olur. Buna görə biz mütləq kompüter rejiminə keçməliyik. Masaüstü rejimə. Bunun üçün yuxarıda sağ küncdə gördüyünüz 3 nöqtəni basırıq və masaüstü saytı rejiminə daxil oluruq. Bu zaman ekran biraz kiçilir və biz ekranı daha rahatlıqla idarə edə bilirik. Və ekran kiçildikdən sonra login hissəsinə müəllimin şagird üçün atdığı adı qeyd edirik. Qeyd etdikdən sonra Next düyməsini basırıq və burada şifrəni daxil edirik. Yenə də qeyd edirəm, hər bir şagird üçün ad və şifrə fərdidir və müəllim tərəfindən ilin əvvəlində valideynlər qrupuna atılır. Siz oradan götürüb daxil ola bilərsiniz. Daha sonra login düyməsini basırıq. Və şəxsi kabinetimizə, şəxsi rəqəmsal platformamıza daxil olduq. Sağ küncdə yuxarıda şəxsi profilimizin adı qeyd olunubdur. Sol tərəfdə isə modullar qeyd olunub. Modullar sanki kitabdakı fəsillərə bənzəyir. Mövzulara, mövzu informatikadan öyrənəcəyimiz tapşırıqlardır. Və hər bir modulun içərisində özünün kiçik dərsləri var. Dərs 1, dərs 2, dərs 3. İstənilən birinə daxil olub sizə dərsi necə işləməli olduğunuzu izah edirəm. Məsələn, aparat qurğularına daxil oluram. Belə bir səhifə açılır. Və bu səhifədə yuxarıda testlərdən öncə dərslik qeyd olunur. Dərsliyə basırıq. Gördüyünüz kimi elektron dərslik aparat təminatı. Və aşağıdan səhifələri çevirə bilərik. Bu mövzuların hər biri oxunur, səhifə-səhifə oxuyuruq və bitirdikdən sonra növbətini basırıq. Növbətini basanda testlərə keçid edilir. Testləri oxuyuruq. Oğlan vərəqdə ərzaqların siyahısını tərtib etdi. İnformasiyanı, işin növünü seçin. Qeyd edirsə saxlamadır. Düzgün variantı qeyd edirik və burada yaşılı basırıq. Yaşılı basanda təsdiqləmiş oluruq. Yazdığımız cavabı təsdiqləmiş oluruq. Əgər cavabımız düzgündürsə, yaşıl işarə olacaq. Əgər düzgün deyilsə, bizə ekrana bildiriş gəlir ki, testi səhv işləmisiniz. Və ikinci bir şans verir bizə. Bir testdə 2 səhvdən artıq səhv etmək olmaz. Yəni 2 dənə şansınız var. Gəlin üçüncünü işləyək. Aha. Bax, bir cavabı işarələyək. Görürsünüz, ekrana nə qeyd elədi? Səhvə yol verdiniz. Bir daha cəhd edin. Bizə ikinci bir şans verir. Biz ikinci şansımızı istifadə etmək üçün yaşıldan, yaşıl quş işarəsindən aşağıda olan yeniləməni basırıq və yenidən cavab yazmaq şansını bizə verir. Biz ikinci dəfə səhv etsək, məsələn, ikinci dəfə tutaq ki, səhv edirik və bizə deyir ki, artıq siz bu suala düzgün cavab verə bilməzsiniz. Doğru cavabı sizin üçün göstərir kamera və üçüncü suala gördüyünüz kimi yaşıl işarə düşmədi. Avtomatik dördüncü sualı açdı. Yəni üçüncü sual artıq bizə səhv kimi göstərəcək. Və geri qayıtmaq istəsək, geri düyməsini basırıq. Sonra digər mövzulara daxil olub işləyə bilir. Məsələn, üçüncü mövzuya daxil oluruq. Yenə bayaqçı kimi eyni qaydada dərsliklə tanış oluruq ilk öncə. Dərsliyin səhifələrini oxuduqdan sonra, bitirdikdən sonra növbətini basıb testlərə keçid edirik. Kompüter informasiyanın emal etdiyi qurğunu seçin. İnformasiyanı emal edən qurğu nədir? Prosesordur. Prosesoru seçirik və təsdiqə basırıq. Yaşıl düyməni basanda sualımız təsdiq olunacaq. Deməli, valideynlər, yekun bir ümumiləşməkdəki testlərdə düzgün cavablar yaşılla işarə olunur. Əgər cavab yanlış verilərsə heç bir işarə düşmür, bəzən qırmızı işarə düşür. Ancaq KSG-lərdə belə deyil. KSG-lərdə səhv də yazsanız, düz də yazsanız yaşıl işarə görünür. Yalnız səhv və düzün sayını müəllim görə bilir və müəllim elan edir. Amma digər mövzuları, dərsləri özünüz görə bilərsiniz. Düz edəndə yaşıl, səhv edəndə isə qırmızı işarə olacaqdır. Məndən bu qədər, gecəniz xeyrə qalsın. Profildən də çıxış etmək istəyirsinizsə, adınıza daxil olursunuz və çıxış düyməsini basırsınız. Beləliklə ana səhifəyə geri qayıdır.